Möhtərəm və dəyərli müsəlmanlar, İslam dinində vətənə çox önəm verilir. İslam qeyrətini çəkən hər bir şərəfli müsəlman kişi və qadının borcudur ki, Allah üçün öz vətənini sevsin və onun müdafiə eləsin. Çünki vətəni sevməyənin şərəfi olmaz. Vətən olmayan yerdə İslam olmaz. İslam məhz vətən olan yerdə yayılır. Və bizdə də vətənə ana deyirlər. Ananın qeyrəti də hansısa maddi marağa görə çəkilmir. Necə bəzi insanlar görürsən yayırlar ki, maaş az verdilər, vermədilər, mən kimə görə vətəni müdafiə edeyim? Ananın qeyrəti maaşa görə çəkilmir. Vətən Allah üçün sevilməli, Allah üçün müdafiə olunmalıdır. Allah Subhanahu taala ölkəmizi və ölkə başçımızı qorusun və bizi haqq üzərində sabit eləsin.